Yeni Azərbaycan Partiyasının üzvü, Bakı Dövlət Universitetinin tələbəsi Bəxtiyar Əsgərov. Hazırlaşsın Külmət Pirmetov. Möhtərəm sədrimiz, çox hörmətli Prezident Heydər Əliyev, hörmətli qurultay nümayəndələri. Bugün bu möhtəşəm kürsüdə müstəqil Azərbaycanımızın həyatında özünə məxsus rolu olan Yeni Azərbaycan Partiyasının 3-cü qurultayında mənə söz verdiyinizə görə özümü xoşbəxt hiss edirəm və sizə öz minnətdarlığımı bildirirəm. Möhtərəm sədr, hörmətli qurultay iştirakçıları, Azərbaycan həyatında özünə xüsusi yer tutmuş Yeni Azərbaycan Partiyası Azərbaycan müstəqilliyinin gerçəkləşməsi üçün əlindən gələni etmişdir. Yeni Azərbaycan Partiyasının Azərbaycanın həyatında işləri misilsizdir. Amma bugün onu qeyd etmək istəyirəm ki, bu partiya yaranan dövrdə mənim mənsub olduğum nəslin 8-10 yaşı vardı. Amma buna baxmayaraq, o dövr və o dövrün çətinlikləri bizim yaxşı yadımızdadır. Və sözsüz ki, təbii ki, o dövrdə gedən siyasi proseslərə biz qiymət verə bilməzdik. Amma bugün universitet auditoriyalarında təkmilləşdikcə, milli və siyasi şuurumuz formalaşdıqca, cənab prezident, sizin Azərbaycan üçün nə qədər böyük işlər gördüyünüzü bir daha anlayırıq, bir daha bunları görürük. Və bugün mən cəsarətlə deyə bilərəm ki, Azərbaycanın yeni nəsilləri zaman-zaman sizin bu işləriniz haqda tədqiqat işləri aparacaqlar, cilit-cilit kitablar yazacaqlar. Bugün bu qurultayda Yeni Azərbaycan Partiyası haqqında demək olar ki, çox fikirlər deyildi. Yeni Azərbaycan Partiyası haqqında mən də gəncliyin fikri olaraq çox söz deyə bilərəm. Amma bunları ümumiləşdirmək istəyirəm. Yeni Azərbaycan Partiyası, onun lideri Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyini xilas etdi, qorudu, saxladı və əbədiləşdirdi. Möhtərəm sədrimiz, hörmətli qurultay iştirakçıları, Böyük Heydər Əliyevin müstəqil Azərbaycan üçün etdiklərini biz hamımız gözəl veririk. Amma bugün Azərbaycan gəncliyi Heydər Əliyevin çəkdiyi bu zəhmətləri çox yüksək qiymətləndirərək misilsiz işlər kimi dəyərləndirir. Və bunu, yəni Heydər Əliyevin qazandığı Azərbaycanımızın müstəqilliyini, iqtisadi inkişafımızı və Azərbaycan həyatında nə qədər uğurlarımız varsa, onu möhtərəm Heydər Əliyevin şah əsərləri hesab edir. Bunun üçün mən gənclik adından, cənab prezident, sizə şəxsən minnətdarlığımı bildirirəm. Amma ən böyük minnətdarlığım ondan ibarətdir ki, siz Azərbaycanımız üçün qətiyyətli, cəsarətli və Azərbaycanı beynəlxalq arenalarda təmsil edən İlham Əliyev şəxsiyyətini bəxş etmişsiniz bu xalqımıza. Keçən illəri parlament seçkiləri ərəfəsində İlham Əliyevin çoxsaylı seçkilərlə görüşməsi bizim hələ də yadımızdadır. İlham Əliyevin siyasi səriştəsi, məntiqli, məzmunlu çıxışları, erudisiyası və ümumiyyətlə onun Azərbaycanın siyasi və sosial həyatında oynadığı rolu Azərbaycan xalqında ona qarşı dərin rəğbət oyatmışdır. Və bugün mən burada sadalanan fikirlərə əlavə olaraq bildirmək istəyirəm ki, buna bir misal çəkmək olar ki, keçən illəri cənab İlham Əliyev mənim təmsil etdiyim Bakı Dövlət Universitetinə gəldi və orada çox məzmunlu, çox dəyərli nitq söylədi, tələbələrin və müəllimlərin çoxsaylı suallarına dayanmadan, durmadan məntiqli cavab verdi. Bu, Bakı Dövlət Universiteti tələbələrində İlham Əliyevə qarşı daha böyük rəğbət oyatdı və bugün o rəğbəti sizə çatdırmaq istəyirəm, cənab İlham Əliyev. Məndən qabaq, məruzəçi, hörmətli Əli Əhmədovun çıxışında və ondan sonraki çıxışlarda hörmətli İlham müəllimin partiyamızda statusunun artırılması məsələsinə toxunuldu. Bugün mən də təmsil etdiyim gənclərin adından İlham Əliyevin Yeni Azərbaycan Partiyasında
statusunun artırılması tələbiyle çıxış edirəm. Və sizdən xahişim odur ki, axırda bu qənaətbəxş hesab olunsun. Möhtərəm cənab prezident, siz Azərbaycan üçün öz canınızı vermişsiniz. Lakin bunu gözü götürməyənlər də var, bunu görməyənlər də var. Mən bugün gənc olaraq təmsil etdiyim gənclər adından üzümü tutub o müxalifətə deyirəm. Onlar onsuz da bizim hamımızın gözümüz qarşısında ağa qara deyirlər. Mən bugün cəsarətlə deyə bilərəm ki, o müxalifətin yersiz meydan çağırışlarına məhəl qoymayan və bugün kompüter arxasında ayləşərək Azərbaycan həqiqətlərini dünyaya çatdıran Azərbaycan gəncliyi Heydər Əliyev bayrağını əbədiyyətə qədər aparacaqdır. Möhtərəm cənab prezident, hörmətli qurultay nümayəndələri, mən çıxışımı çox qura bilərəm. Amma bugün vaxtın azlığından buna imkan olmadığı üçün bir daha qeyd edirəm ki, bugün burada söylənən bütün fikirlər doğrudan da Yeni Azərbaycan Partiyasına layiqdir. Və bu mənada da mən də bugün qurultayın işini qənaətbəxş hesab edirəm. Və bugün qeyd etmək istəyirəm ki, doğrudan da bugünə qədər görülən işlər Azərbaycanın həyatında bu uğurlar Azərbaycanın xoşbəxt gələcəyindən xəbər verir. Və bugünə qədər görülən işlər və xalqın Yeni Azərbaycan Partiyasına olan münasibəti cənab Heydər Əliyevin, Böyük Heydər Əliyevin həmişə işlətdiyi bir ifadədə öz əslini tapmışdır. Bu ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası dünənin, bugünün və gələcəyin partiyasıdır. Möhtərəm prezident, mən çıxışımın sonunda vaxtilə siz məqsımına gələrkən yazmış olduğum bir şeiri demək istəyirəm. Əlbəttə, o vaxtı mənim 10 yaşım vardı. Gərək burada oturanlar da bağışlasın ki, bu biraz nisbətən qüsurlu ola bilər. Heydər baba, yardım əli uzadıb, Tanrı səni bu xalq üçün yaradıb. Bir gülsən ki, nə solub, nə saralıb, daim yaşar, Azərbaycan oğlusan. Bu xalqın düşüncəsi, ağlısan. Heydər baba, bu xalq mətindir, mətin. Əyilməzdir sənin qəddin, qamətin. El üçündür ancaq işin, adətin. Sən bu xalqın qayğısına qalırsan. El yolunda bir şam kimi yanırsan. Heydər baba, həm zirvəsən, həm aran. Düşmən qarşısında sipər təş duran. Azərbaycan adlı bir dövlət quran. Böyük əcəmisən, memarsan, inan. Bu xalqın önündə əbədi dayan. Yaşasın müstəqil Azərbaycan, yaşasın Yeni Azərbaycan Partiyası, yaşasın Heydər Əliyev, Heydər Əliyev, Böyük Heydər Əliyev. Möhtərəm sədr, hörmətli qurultay nümayəndələri, icazə verin, bugün işıq üzü görmüş bir kitabı Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunu adlı kitabın ilk nüsxəsini məhz indi Azərbaycanın gələcək dəyərli oğlu lideri İlham Əliyevə təqdim edin. Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin deputatı